İşğaldan azad olunan ərazilərə böyük qayıdış davam edir. Böyük qayıdış çərçivəsində bugün Xankəndi şəhərinə ilk köç kərvanı yola salınıb. Sakinlərə yeni mənzillərin açarları təqdim olunub. Bu mərhələdə Xankəndiyə 36 ailə 162 nəfər köçürülüb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Vətənimizə qayıdırıq, bu günə min şükür. Uşaq yaşlarından el-obasını tərk etməyə məcbur olanlar indi doğma torpaqlarını öz övladları ilə qayıdırlar. Xankəndiyə köçən ailələr öz yurtlarını dirçəltmək, yeni həyat qurmaq üçün böyük sevinc və ümidlə yola çıxıblar. Mən orada bağçaya gedirdim, 30 ildən sonra qayıdıram, amma hər şey yadımdadır, hər şey gözümün qabağındadır. Şükür Allah'a. Yadımda qalan Xankəndi yuxularımda da unudulmayıb. Həmişə də onu təsvir edək, yəni bu getmək arzulamışıq. Artıq köç karvanı Xankəndiyə çatıb və sakinlərə evlərinin açarları təqdim edilib. Məcburi köçkün düşənlərin hamısına qismət olsun, gəlsinlər, bu gözəl duyğu yaşasınlar və fərəhlənsinlər. Xankəndinə qayıtmışam, qələbə bizimdir. Oğlum 44-cüzdə şəhid oldu. Qürur duyuram, fəxr eləyirəm. Vətən uğrunda getdi, torpaqlarımız uğrunda getdi. Qardaş, sizə nə deyim mən? Bundan artıq xoş gün var ki, mən gəldim vətənimə, qaçqın deyiləm daha.